Sağ ol. Sağ ol, sizə gəlsin. Bu dəfə prezidentin səfərini işıqlandırmaq üçün Qırğızstana yola düşürəm. Uçuş məsafəsi təxminən 3 saatdır. Çolpon-Ata şəhərinin Isıqqül hava limanına indikdən sonra tədbirin baş tutacağı yerə tələsirəm. Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi Ruh Orda Mədəniyyət Mərkəzindədir. Belə tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə olur. Ona görə də iştirakçılarla yanaşı avadanlıqlar da xüsusi itlər vasitəsilə yoxlanılır. Burada marağımı cəlb edən məqamlardan biri o oldu ki, mərasimdə ənənəvi fəxri qaraolla yanaşı qədim Qırğız obrazını canlandıran döyüşçülər də var idi. Bir neçə dəqiqə sonra nümayəndə heyətimiz əraziyə gəlir. Dövlət səfəri olduğundan heyətin tərkibi genişdir. Sağ ol. Sağ ol, sizə gəlsin. Həm qaraol, həm nümayəndə heyətləri yerlərini aldıqdan sonra mərasim başlayır. Qaraol dəstəsinin rəisi prezidentə raport verir. Belə tədbirlərdə fotoqrafların işi də asan deyil. Hər saniyə qızıl dəyərindədir. Salam asker. Prezidentin Çolpon-Ataya səfəri çərçivəsində Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsinə dair müqavilənin imzalanması gözlənilir. İkitərəfli və geniş tərkibli görüşdən sonra jurnalistlər mətbuata bəyanat mərasimini gözləyir. Çünki əsas mesajlar məhz burada verilir. Tədbir aparıcıları son dəfə mətnə baxır, texniki heyət mikrofonları yoxlayır. Nazirlər məkana gəldilərsə, deməli prosesin başlamasına sayılı dəqiqələr qalır. Elə bu dəqiqələrdən istifadə edərək özəl müsahibə üçün Qırğızstanın Xarici İşlər Naziri Jeenbek Kulbayeva yaxınlaşıram. Suallarımı cavablayır. Deyir, bugünkü görüş əməkdaşlığın inkişafı üçün çox yaxşı imkandır. Hamı yerlərini alır, çünki məkana prezidentlər gəlir. Əvvəlcə ölkələr arasında imzalanmış sənədlərin mübadilə mərasimi baş tutur. Sonra İlham Əliyev və Sadır Japarov müttəfiqlik müqaviləsi imzalayır. Qarşıda isə təltif etmə mərasimi var. Sadır Japarov Cənubi Qafqazdan gələn qonağına 1-ci dərəcəli Manas ordenini, İlham Əliyev isə Qırğız liderə Heydər Əliyev ordenini təqdim edir. Məlumat üçün Sadır Japarov Heydər Əliyev ordenini alan 29-cu şəxsdir. Daha sonra prezidentlər bəyanatla çıxış edirlər, əldə olunan razılıqlar və gələcək planlar barədə mesajlar verirlər. Biz isə lazım olan informasiyaları toplayıb yollanırıq mətbuat mərkəzinə. Burada jurnalistlər reportajın mətnini yazır, operatorlar isə çəkilən görüntüləri iş yerinə göndərir. Operativ məlumatlar isə təbii ki, canlı bağlantılar vasitəsilə yayımlanır. Sonuncu məlumatı da ötürüb yollanıram hava limanına. İstiqamət isə Odlar yurdu.